Adım hallanmasın, xahiş eləyirəm. Bu hadisəni heç kimə danışmamışam. Bir mən, bir sən, bir də bu hekayəni dinləyənlər biləcək. Kəlbəzərdə sərt dağların qoynunda yerləşən bir posta xidmət eləyirdim. O gecə növbə mənə düşmüşdü. Saat 2-dən 4-ə qədər. Qalın qar hər yer örtmüşdü. Hava tərtəmiz, sanki sübh açılırdı. Ay işığı hər daşın, hər ağacın kölgəsini sərt şəkildə yerə vururdu. Amma bu sakitliyin içində qəribə bir narahatlıq var idi. Ayaqlarım donurdu. Ala göllərdə şaxta bəzən -20 dərəcəyə qədər düşür. Biraz rahatlamaq üçün əyildim ki, batinkamın ipini boşaldım. Və elə o an məni birinin izlədiyini hiss elədim. Sanki arxamda kimsə dayanmışdı və çox zəif, kinayəli bir gülüş gəldi. Buz kimi adamın içinə işləyən, insanı diksindirən bir gülüş. Elə bildim yoldaşım zarafat eləyir. Amma yox, bu səs kazarmanın o biri tərəfindən gəlirdi. Mən yavaşca döndüm və gördüm. Ay işığının kəsik-kəsik düşdüyü yerdə uzun saçlı, kirli saqqallı, orta yaşlı bir kişi dayanmışdı. Üzü tam görünməsə də gözlərini, sifətinin sərt cizgilərini ay işığında seçmək olurdu. Amma ən qorxuncu, gülüş hələ də davam edirdi. Heç tərpənmirdi. Sadəcə baxır və gülümsüyürdü. Əlim silahıma getdi. Səsləndim. Dur, atacam. Posta adam ola bilməzdi. Bizim heyət tam idi. Ərazidə yad bir şəxs mümkün deyildi. Yoldaşım səslə qaçaraq gəldi. Soruşdu ki, nə olub? Ona o tərəfi göstərdim. Dedi ki, orada heç kim yoxdur. Komandir də çölə çıxdı. Niyə qışqırdığımı soruşdu. Mən isə yalandan dedim ki, yoldaşımı çağırırdım. Amma səhərsi günü komandir özü dedi. Ərazidə qara paltarlı, orta yaşlı bir kişinin qara toxunmadan yeridiyini gördüm. Donub qaldım. Mən də o gecəni eyni adamı görmüşdüm. Və qəribəsi o dayandığı yerdə ayaq izi yox idi. Qarda heç nə. Sanki yer belə qəbul etmirdi onu. Məzuniyyətə gələndə Kəlbəzərdəki qonşumuzla bu barədə danışdım. O sustu, sonra dedi. Ora yaylaq yeri olub. Əvvəllər bir çoban deyirdi ki, gecə tövlədə cin tutub, amma heç kim ona inanmırdı. Bəlkə də o gördüyün şəxs odur. O gündən sonra onu gündüz görən olmayıb. Amma gecə bir-iki nəfər görüb deyirlər. Məndən necə biri olduğunu soruşdu. Təsvir elədim. Üst-üstə düşdü. Və bugünə kimi bu sirri içimdə saxlamışam. Sən də eşitdin. Artıq bu sirri daşıyan tək mən deyiləm. Bu hadisə bizə izləyicimiz tərəfindən göndərilib. Şərhlərdə etika qaydalarından çıxmamağa riayət edin.